Rövşən, 6 ay reabilitasiyanı keçib, yenidən istifadəyə qayıdan insanlara nə deyək? Minnətdaram suallara görə qardaşım. Bugünkü gün onu deyə bilərəm ki, mən birinci mərkəzimi nadürüst keçdiyimə görə tez bir zamanda istifadəyə qayıtdım və onun fəsadını mənə zərər verdi ki, gözümü itirmişəm. Bugünkü gün mən bir gözüm görmür. Sənə Allah şəfa versin qardaşım və bu şərəfli yolda uğurlar arzu edirəm sənə. Çox sağ ol, minnətdarlığım var qardaşım. Toto, o cümlədən qardaşım eyni sualı sənə vermək istəyirəm. 6 ay reabilitasiyanı keçib, yenidən istifadəyə qayıdan insanlara nə deyək? Mənim qardaşım, mən də birinci sentrimi nadürüst keçdiyimə görə 6 ayımı bitirəndən sonra qayıtdım istifadəyə. İstifadəyə qayıtandan sonra nəticəsi mən qolumu itirdim qardaşım. Fəsadı boğuldu ki, mən qolsuzam indi. Allah sənə şəfa versin qardaşım. Çox sağ ol. Bu şərəfli yolda sənə də uğurlar arzu edirəm. Sağ ol. Çox sağ ol.